Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən İrəvan və Naxçıvan xanlıqları mövzusudur. İrəvan və Naxçıvan xanlıqları Azərbaycanın qərb torpaqlarında Çuxursəd bəylərbəyliyinin ərazisində yaranmışdı. Naxçıvan və İrəvan şəhərlərinin beynəlxalq ticarət yolları üzərində yerləşməsi, əlverişli strateji mövqeyə malik olması hər zaman diqqəti cəlb edirdi. Bu da tez-tez bu ərazilərə xarici hücumların baş verməsinə gətirib çıxardırdı. Azərbaycanda Səfəvilər dövrətində mövcud olmuş bəylərbəyliklərdən biri də Çuxursəd bəylərbəyliyi idi. Çuxursəd bəylərbəyliyinin ərazisində mövcud olan xanlıqlar İrəvandır, Naxçıvandır. Bir də Azərbaycanın cənubunda yaranmış Makku xanlığı da Çuxursəd bəylərbəyliyinin ərazisində mövcud olmuşdu. İrəvan xanlığı da Nadir Şah imperiyasının parçalanması nəticəsində yaranmış xanlıqlardan biridir. İrəvan xanlığı 1747-ci ildən 1827-ci ilə qədər mövcud olmuşdu. İrəvan xanlığının əsasını Əfşarlar tayfasından olan Mir Mehdi xan Əfşar tərəfindən xanlığın əsası qoyulmuşdu. Ümumiyyətlə, Əfşarlar tərəfindən əsası qoyulan bundan başqa 3 dənə də Azərbaycan xanlığı var. Hansı xanlıqlardır? Urmiya xanlığıdır, Təbriz xanlığıdır, Zəncan xanlığıdır. Onların əsası da Əfşar tayfaları tərəfindən əsası qoyulub. İrəvan xanlığının əhalisinin böyük əksəriyyətin Azərbaycan türkləri təşkil edirdi. İrəvan xanlığında da bir sıra pullardan istifadə edilirdi. Hansı pullardan? Qara pul adlanan mis pullardan istifadə edilirdi. Həmçinin Səfəvilər dövründə qalma pullardan istifadə edilirdi. Digər xanlıqlarda mövcud olan pullardan istifadə edilirdi. Bir də xarici pullardan da xanlığın ərazisində istifadə olunurdu. İrəvan xanlığı hərbi beynəlxalq ticarət yolları üzərində yerləşsə də, hərbi cəhətdən o qədər də güclü xanlıq deyildi. Hərbi cəhətdən o qədər də güclü olmaması tez-tez İrəvan xanlığının hücumlara məruz qalmasına gətirib çıxardırdı. 1749-cu ildə Qarabağ xanı Pənahəli xanın hücumuna məruz qalmışdı və bir müddət Qarabağ xanı Pənahəli xandan asılığı qəbul etmişdi. Daha sonra Kartli Kaxeti çarlığından, bir müddət isə Xoy xanlığından hücumuna məruz qalmışdı və Xoy xanlığından da bir müddət asılı vəziyyətdə olmuşdu. Xanlığın ərazisində 3 kilsə katolikosluğu yerləşirdi. 3 kilsə monastırları Kartli Kaxeti çarları ilə əlaqə saxlayırdılar və Kartli Kaxeti çarlarının gürcüləri İrəvan ərazisinə hücumuna təhrik edirdilər. 3 kilsə katolikosluğu İrəvan ərazisində 1441-ci ildə 3 kilsə katolikosluğun mərkəzi, erməni katolikosluğunun mərkəzi 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan Şahın icazəsi ilə Kilikiyanın Sis şəhərindən 3 kilsəyə köçürülmüşdü. Və lakin katolikosluğun başçısı İrəvan xanı tərəfindən katolikosluğun başçısı təyin edilirdi. 3 kilsə Azərbaycan torpaqları idi. 1755-ci ildə İrəvan xanlığında saray çevrilişi baş verdi. İrəvan xanlığında baş verən saray çevrilişi nəticəsində Əfşarlar sülaləsi devrildi. Hakimiyyətə Qacarlar sülaləsi gəldi. Qacarlar sülaləsinin nümayəndəsi də Həsənəli xan Qacar idi. Həsənəli xan Qacar 1755-1759-cu ildə İrəvan xanlığında hakimiyyətdə olmuşdu. Ümumiyyətlə dedi, İrəvan xanlığı ərazisinə tez-tez gürcülər hücum edirdi. Gürcülərin hücumlarından biri də 1765 və 1769-cu ildə Gürcü çarı İrəvan xanlığı ərazisinə yürüyüş etmişdi və İrəvan xanlığından müəyyən miqdar xərac almışdı. Lakin sonrakı dövrdə İrəvan xanlığı Kərim xan Zəndin təkidi ilə gürcülərə xərac ödəməyi dayandırmışdı. Onu da əlavə olaraq qeyd edək ki, İrəvan xanlığı Kərim xan Zənddən asılı hala düşməyib. Kərim xan Zənd Şiraz qonaqlığını təşkil edən şəxsidir. İrəvan xanlığında hakimiyyətə də 1759-1783-cü illərdə hakimiyyətdə olmuşdu. Hüseynəli xan Qacar olmuşdu. Hüseynəli xan Qacarın da hakimiyyəti dövründə gürcülərə bir müddət xərac ödəməkdən imtina etdi. Müstəqil siyasət yeridirdi. Hətta öz hakimiyyətin Naxçıvan xanlığına da yaymağa çalışırdı.
Lakin onun müstəqil siyasət yeritməsi, hakimiyyətin Naxçıvana yaymağa çalışması Kartli Kaxetiya çarı 2-ci İraklini narahat etmişdi. Və beləliklə İkinci İraklinin təhriki ilə İrəvan xanlığında hakimiyyət uğrunda mübarizə baş vermişdi. 1779-cu ildə yenidən İrəvan ərazisi Kartli Kaxetiya çarlığının yürüşünə məruz qaldı. Kartli Kaxetiya çarı İrəvana yürüş eləsə də, İrəvana yürüşü uğursuzluqla nəticələndi. Lakin İrəvan xanlığının ərazisinə İrəvan şəhərinin özünü tuta bilmədi. Lakin Şörəyl Kartli Kaxetiya çarlığı tərəfindən ələ keçirildi. Pirus geri qayıdarkən 2500 ailəni də özü ilə əsir kimi apardı. Həmçinin ailələrlə yanaşı, burada 2500 əhali ilə yanaşı, həm də qənimət kimi mal-qaranı da apardı. Lakin bu dövrdə İrəvan xanlığı Osmanlı dövləti ilə diplomatik əlaqələr saxlayırdı. Osmanlı dövlətinin köməyi ilə Kartli Kaxetiya və digərlərin hücumlarından qorunmağa çalışırdı. 1783-cü ildə Kartli Kaxetiya çarı 2-ci İrakli Rusiyanın vassal asılılığını qəbul etdi. Rusiyanın vassal asılılığını qəbul etdikdən sonra İrəvan və digər Azərbaycan torpaqlarına bunların yürüyüşü daha da çoxaldı. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvana yürüyüş etmişdi. Bu zaman İrəvan xanlığında hakimiyyətdə olan Məhəmməd Hüseyin xan Qacar Ağa Məhəmməd xan Qacarın hakimiyyətini qəbul etmişdi. Məhəmməd Hüseyin xan Qacar 1784-1805-ci illərdə hakimiyyətdə olmuşdur. Birinci Rus-Qacar müharibəsi 1804-1813, ikinci Rus-Qacar 1826-28-ci illər dövründə də Rusların əsas məqsədi İrəvan xanlığını ələ keçirməkdən ibarət idi. 1827-ci ildə İrəvan xanlığı Rusiya tərəfindən işğal edilmişdi. 1828-ci ildə isə İrəvan xanlığının varlığına Rusiya tərəfindən son qoyulmuşdu. İrəvanla yanaşı Naxçıvan ərazisində də erməni vilayəti yaradılmışdı. Bu dövrdə Azərbaycanda yaranan xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Naxçıvan xanlığının əsası Kəngərli tayfası tərəfindən qoyulub. Əlavə olaraq qeyd edək ki, Kəngərli tayfası tərəfindən əsası qoyulan bir Naxçıvan xanlığıdır. Digər isə Salarilər dövlətinin əsası da Kəngərli tayfası tərəfindən qoyulmuşdu. Kim qoymuşdu Naxçıvan xanlığının əsasını? Kəngərli tayfasından olan Heydərqulu xan qoymuşdu. Heydərqulu xan 1747-1763-cü illərdə hakimiyyətdə olmuşdu. Naxçıvan xanlığı hansı ərazini əhatə edirdi? Zəngəzurdan Arat çayına qədər olan əraziləri əhatə edirdi. Zəngəzurdan Arat çayına qədər olan əraziləri əhatə edirdi. Naxçıvan xanlığı, bir sıra xanlıqlar Naxçıvan xanlığını asılı hala salmaq üçün cəhd edirdilər. Bunlar hansılardır? İrəvan idi, Qarabağ idi, Xoy idi, Maku xanlıqları idi. Hətta bir müddət Naxçıvan xanlığı Qarabağ və Xoy xanlığından asılığı da qəbul etmişdi. Xanlıqda feodal ara müharibələri, xarici işğallar, daxili saray çəkişmələri xanlığı zəiflədən səbəblərdəndir. Xanlıqda əsas təsərrüfat sahəsi maldarlıq idi. Ənənəvi olaraq əhali müəyyən qədər də həmçinin əkinçiliklə məşğul olurdu. Naxçıvan xanlığının siyasi tarixi iki dövrə bölünür. Birinci dövr 1747-1797-ci illəri əhatə edir. Bu dövr əsasən müstəqillik və yarım müstəqillik dövrüdür. İkinci dövr 1797-ci ildən 1827-ci ilə qədər olan dövrü əhatə edir. Bu isə Qacarlardan asıllıq dövrüdür. Dediyi Naxçıvan xanlığının əsasını Heydərqulu xan qoymuşdu. Heydərqulu xan qonşu xanlıqlarla xanlığın müstəqilliyini qoruyub saxlamaq məqsədi ilə qonşu xanlıqlarla müttəfiqlik siyasəti yeridirdi. Hətta bir müddət Bayat savaşından sonra Qarabağ xanlığının asılılığını da qəbul etmişdi və Qarabağ xanı Pənahəli xanın təkidi ilə Qızılqaya xəyanətində Şək xan Hacı Çələbiyə qarşı Qızılqaya xəyanətində iştirak edən xanlıqlardan biri olmuşdu. Heydərqulu xandan sonra Naxçıvan xanlığında hakimiyyətə gəldi Hacı xan. Hacı xanın dövründə isə xanlıq qismən
zəiflədi. Xanlıq Heydərqulu xanın dövrünə nisbətən biraz daha zəifləmişdi və Hacı xanın dövründə Xoy, İrəvan, Qarabağ və Gürcü çarlığı buranı ələ keçirməyə cəhd göstərirdi. Naxçıvan xanlığının sərhəd olduğu xanlıqlar İrəvanıdır, Qarabağıdır, Xoy və Maku xanlıqları ilə isə bu ərazilərlə isə həm sərhəd yerləşirdi, həm sərhəd, yəni bunlar sərhəd bölgəsində idi. Xoy, İrəvan, Qarabağ və Gürcü çarlığı bunları təsir dairəsinə almağa çalışırdı. Müəyyən müddət Xoy və Qarabağ xanlığı Naxçıvan xanlığını özündən asılı hala salmışdı. 18-ci əsrin 80-ci illərində xanlıqda hakimiyyət uğrunda mübarizə dövrüdür. Xanlıqda hakimiyyət uğrunda mübarizənin baş verməsi xanlığı daha da zəiflətmişdi. Və bir müddət Hacı xanın dövründə xanlıq Kərim xan Zəndlərdən Kərim xan Zənddən də asılığı qəbul etmişdi. Xanlıqda 1787-1820-ci illərdə hakimiyyətdə Kəlbəli xan olmuşdu. Kəlbəli xanın hakimiyyəti dövrü Naxçıvan xanlığında sabitlik dövrü kimi sabitlik dövrüdür. Həmçinin Kəlbəli xanın hakimiyyəti dövründə Naxçıvan xanlığı Qacarlardan asılı hala düşmüşdü. 1827-ci ildə Rusiya tərəfindən işğal edilmişdi. 1828-ci ildə isə Rusiya tərəfindən bu ərazi ləğv edilmiş. İrəvan və Naxçıvanda Erməni vilayəti bir müddət Erməni vilayəti yaradılmışdı. Erməni vilayəti Naxçıvan xanlığı ərazisində yaranmış, Naxçıvan və İrəvan ərazisində yaranmış Erməni vilayəti 1828-ci ildə yaranıb, 1840-cı ildə İnzibati Məhkəmə islahatına əsasən ləğv edilmişdi. Bir də əlavə olaraq qeyd edim ki, İrəvan xanlığı hansı ərazini əhatə edirdi? Ağrı vadisi, Dərəlgəz və Göyçə gölü arasındakı əraziləri əhatə edirdi. İrəvan və Naxçıvan xanlığı ilə bağlı dərsimiz bu qədər.